illərlə saxlasaz belə qətiyyən xarab olmur. Bax, belə gedib gəlib qarışdırırsınız və salam. Xala ye. Götərə kəs birini ye gör. Qəşəydi, xoşuma gəlir. Biz sənə qurban olaram elə. Qurban olaram, yəni gör. Bu da xalanın incil ağacıdır. Çox belə qəribə incillərdir. Uzun sov. Eynən demək olar ki, armud görünüşündə. Belə uzun sov incillərdir. O qədər dadlıdır ki, düzdür. İndi hamısı yetişməyib. Hündürdə olanlardan bir ikisin dərib dadına baxdım. Çox dadlıdırlar. Biz Allah, bu incillərin bir formasına baxın, görsünüz. Uzun sov, sanki armuddur. Bu ağac da palma ağacıdır, amma tüklü palmadır. Bundan xala mənim üçün də göndərmişdi. Dipçayda, indi bizdə də həyətdə böyüyüb. Çox qəşəng ağacdır. Xala da gəlir. Hə, xala. Bir ikisi yetişib dərdim. O, qəşəngdirləri. Uzgursun necə gətiriblər, uzun sov. Hə, qəşəngdir. Orada yine var tabasında oynadı. Hə, hündürlükdə var, hündürdədirlər də. Hündürdə olanlar qəşəngdir, şirinləşib, yetişib, amma onlara gərək əl çatmır da. Bax, gör, haradadılar. Aşağıda olanlar amma hələ bərkdə yetişməyiblər tam. Xala, sənin verdiyin mənə turşudan, həmişə ləvəngi hazırlayanda komment yerinə həmişə yazırlar ki, ləvəngi qara alınır. İndi burada göstərirəm ki, izləyicilərə, baxın, biz hazırladığımız, yəni əsl turşu məncə odur. Sən verdiyin turşudur. Qəşəngdir. Ondan bir damcı əlavə edirsən, qəşəng, yəni rəngi də möhtəşəmdir. Baxın, bu alçadan hazırlanır. İzləyicilər üçün çəkirəm ki, görsünlər. Baxın, mənim istifadə etdiyim alça turşusu, ləvəngi üçün baxın, bundan hazırlanır. İndi hazırlamasını inşallah çəkib paylaşarıq. Salam dəyərli izləyicilərim, hər vaxtınız xeyir olsun. Bugün sizi Lənkərandan salamlayıram. Lənkərana xalamgilə qonaq gəlmişəm. Və getdiyim yerdə bilirsiniz ki, yəni mən varamsa, orada bekar oturmaq yoxdur. Nəsə pişirib mütləq izləyicilərimlə, yəni sizlə paylaşmalıyam. Mən bir neçə gün bundan öncə bildiyiniz kimi YouTube kanalımda qısa shorts videosu olaraq mürəbbə şirəsindən çox dadlı, yumuşaq bulkalar hazırlamışdım. Onu da xalam oğlu, Gülbacı xalamın oğlu baxmışdı, çox bəyənmişdi və bura gəlmişkən, yəni onlara gəlmişkən məndən xahiş etdi ki, həmin bulkalardan bir də korjik onun üçün hazırlayım. Korjiki hələ ki saxlamışam. Bulkanı hazırlayıb sizlə də, yəni hazırlamışkən istədim sizlə də paylaşım yenidən. Kim videonu izləməyib, mütləq videonu izləyin. Yəni evinizdə, soyuducunuzda olan artıq qalan mürəbbə şirələrini mütləq bu cür sizlər də dəyərləndirib bu bulkalardan hazırlayıb nuş edə bilərsiniz. Deməli, un olaraq 1 kiloqramdan 140 qram artıq undur. Üzərinə bir çimdik duz və 2 paketdə vanilya əlavə edib unu qarışdırırıq. Burada tasımız, yəni ləyən biraz iri olduğuna görə mən mayanı əvvəlcə bir ayrıcana qabın içərisində aktivləşdirdim. Amma kiçik bir, yəni hündür bir qab olsa, elə birbaşa süd, su, maya hamısını əlavə edib qarışdırıb, daha sonra isə ən son olaraq unu əlavə edə bilərsiniz. Amma mənim istifadə etdiyim, qeyd etdiyim kimi ləyən görürsünüz, iri ləyən olduğu üçün unun üzərinə bir çimdik duz və 2 paket vanilya əlavə etdim, əvvəlcə qarışdırdım. Və öncədən də mayanı da aktivləşdirdim. Maya 1 yemək qaşığı dolu, yəni 13 qram quru mayadır, 2 yemək qaşığı şəkər tozudur, 1 stəkanda ilıq süddür. Bunları qarışdırıb, görürsünüz maya necə gözəl aktivləşir. Üzərini örtüb bir kənarda gözlətdim və indi artıq baxıram ki, maya qəşəng aktivləşib. Və ev temperaturunda olmalıdır ərzaqlar. Hamısı mürəbbə şirəsidir, yumurtadır, hamısı çalışın ki, ev temperaturunda olsunlar. 2 ədəd ağlı sarlı yumurta, 1 stəkan istənilən mürəbbənin şirəsi və 100 qram da ərinmiş kərə yağı. Əgər kərə yağı olmasa fərq etməz. Margarin yağını da yəni ərdib istifadə edə bilərsiniz. Mürəbbə şirəsinin rəngi nə qədər açıq olarsa, məsələn mən burada gilas mürəbbəsinin şirəsindən istifadə etdim. 1 stəkan dolu mürəbbə şirəsidir. Mütləq ev temperaturunda olsun. Siz də istənilən mürəbbə şirəsindən istifadə edə bilərsiniz. Üzərinə 1 stəkan da ilıq su əlavə etdim və aktivləşmiş mayanı da üzərinə əlavə edərək
Hamısını əvvəlcə biraz qarışdırdım. Daha sonra isə yumşaq xəmir yoğurdum. Bu xəmirin tərkibində şəkər tozu yox, mürəbbə olduğuna görə, yəni şəkərli xəmir olduğuna görə az da olsa biraz belə ələ yapışqanlığı olur. Ona görə çox un əlavə edib xəmiri bərkitməyin. Qeyd etdiyim kimi 1 kiloqram 140 qram undan istifadə etdim. Bu da 200 ml stəkan ölçüsü ilə 9 stəkandan təxminən 2 yemək qaşığı əski un eləyir. Unu hər zaman çalışın ki, hissə-hissə az-az əlavə edin. Çünki unların növündən asılı olaraq az və ya bir qədər artıq istifadə oluna bilər. Xəmir mütləq yumşaq xəmir olmalıdır ki, bulkalar da yumşaq alınsın. Son olaraq baxdım xəmir biraz əlimə yapışır. Həm ləyənin içərisinə, həm də xəmirin üzərinə biraz duru yağ, az miqdarda duru yağ əlavə edirəm. Xəmiri bir dəfə də yoğurdum, üzərini örtüb və mütləq qəşəng xəmir hardasa bir 3 dəfəyə qədər artana qədər xəmiri mayalandırmaq lazımdır. Üzərinə son olaraq gördüyünüz kimi biraz duru yağ əlavə edirəm. Daha sonra isə üzərini örtüb xəmiri qalın büküb qoyuram elə burada qalsın, günün altında xəmir mayalansın. Hava da isti olduğu üçün xəmir tez mayalanır. Yenə də qeyd edirəm, çalışın xəmir üçün istifadə etdiyiniz bütün ərzaqlar, mürəbbə şirəsini məsələn soyuducudan götürüb soyuq halda qətiyyən istifadə etməyin. Mütləq hamısı ev temperaturunda olsunlar. Öncədən çıxardın, qoyun ev temperaturunun, yəni havasını alsınlar. Ev temperaturunda olarkən istifadə edin. Banan ağacından da bizə göndərmişdilər dibçəkdə. İndi bizdə də evdə böyüyüb. Yarpaqlarının hündürlüyünə baxın. Sadəcə xalam özü yaşlı insan olduğu üçün, xalam oğul yəni yoldaşı ilə Bakıda olublar. Bir ay sulanmayıb ağac. Ona görə biraz yarpaqları görürsünüz saralıb. Baxın, indi yaxınlaşdırıram sizə göstərirəm. Görün nə qədər banan gətirib üzərində. Görürsünüz. İndi düzdür, kiçikdir. Bunu dərib yemək olmur daha. Çox balacadır. Biraz indi böyüyəndən sonra dərilib yeyiləcək. Görürsünüz nə qədər gətirib üstündə. Çox gözəl ağacdır, maraqlıdır. Gözlə baxın, bu hissələrə də toxumu düşüb. Yəni düşən kimi dərhal özü baxın burada yetişib. Görürsünüz? Baxın orada da yenə ağacdan toxum düşüb. Görürsünüz, bax burada da yetişib. Baxın, bu da alça ağacıdır, amma iri alçalardır da görürsünüz. İri alçalardır. Ağac sulanmadığına görə biraz görürsünüz yarpaqlar quruyublar. Həm də ki alçalar üzərində də, yuxarı hissədə də. Bura çıxmaq üçün də nərdivan lazımdır ki, çıxıb dərəsən. Hündürdədir, baxın. Videomuzu mütləq sona qədər izləyin. Ümid edirəm ki, siz də dincəlmiş olacaqsınız, qətiyyən darıxmayacaqsınız videonu izləyərkən. Və xəmirim artıq görürsünüz çox gözəl mayalanıb. Qeyd etdiyim kimi çalışın xəmir yumşaq xəmir olsun. Xəmir yumşaq olanda forma verməkdə çox rahat olur. Biraz duru yağ götürürük. Gördüyünüz kimi əlimi biraz duru yağa vururam və xəmiri başlayıram xəmirdən hissələr, yəni kündələr kəsməyə. Gözəyarı olaraq kündələr kəsirəm burada. Yəni qramla işləmədim qətiyyən. Xalam da bu arada gəlib yanımda oturub. Və xalamla söhbət edə-edə xəmiri tez-tez forma verdim. Bir də baxdım ki, artıq forma vermişəm, yəni işimi bitirmişəm. Və bulkalara forma verdikdən sonra üzərini örtdüm. Qoydum qalsın elə burada günün altında, qəşəng mayalansınlar. 1-2-3 dəfəyə kimi şişir, qalxır, o qədər gözəl alınır ki, bişəndə də bulkalar pambıq kimi yumşaq alınır. Daha sonra isə burada demək ki, bulkalar öz kündəsin alana qədər də biz keçdik xalanın bağına və ağacı çırpdıq. Turşu eləmək üçün, yəni ləvəngi turşusu hazırlamaq üçün alçaları yığdıq. Bu resepti mütləq sınaqdan keçirdin. İnanın ki, satışda satılan bulkalardan qat-qat ləzzətli, çox dadlı alınır. Həm də ki, mürəbbə şirələriniz israf olmayacaq. Yəni bizim evdə də belədir. Hər kəsin evində bilirəm ki, mürəbbənin dənələri yeyilir. Yəni onun suyu, şirəsi qətiyyən yeyilmir. Yəni hər bir xanımın soyuducusunda mütləqdir ki, bankalarda mürəbbə şirələri qalıb. İsraf etməyin qətiyyən. Mütləq bu reseptləri hazırlayın. Yəni mənə sağ ol deyəcəksiniz, özünüz dua edəcəksiniz. Çox bəyənəcəksiniz. Kündələr gəlincə, bu arada gəldik, ağacı xalamın gəlini çırpdı və alçaları yığırıq gördüyünüz kimi. Ləvəngi turşusu hazırlayacağıq.
qırmızı alçadan hazırlanmış ləvəngi turşusu əsl ləvəngi turşusudur. Yəni əsl ləvəngi turşusu bu qırmızı alçadan hazırlanmış super alınır da. Yəni çox gözəl alınır həqiqətən də. Yarpaqları quruyub amma sudan olar. Quraqlıqdan da. Su verilmir axı buna. Şöyle xeyli var elə. Yıxandan sonra yəqin ki bu dolar. Mən biraz kömək elədim xalamın gəlinə. Gəldim ki, artıq bulkalarımın xəmiri çox gözəl. Neçə qatına çıxıb demək olar ki, mütləq siz də bu üsulla hazırlayın. Yəni nə qədər mayasını alsa bulkalarınız və bişəndə də qəşəng şişəcək, çox gözəl yumşaq alınacaqlar. Üzəri üçün də 2 yumurtanın sarısıdır. Biraz ağından da əlavə etdim və biraz da yardımsa bir çay qaşığı da duru yağ əlavə etmişəm. Qarışdırdım. Burada daha üzürlü sayın. Yəni fırça olmadığına görə elə yumurta sarısını əlimlə çəkirəm bulkaların üzərinə və üzərinə də biraz ağ küncüt səpdim və apardım bişirdim. Hər bir list 25 dəqiqə müddətində bişib hazır oldu. İtimat sobasında 200-210 dərəcədə bişirdim bulkaları. Və gördüyünüz kimi nəticədə də çox gözəl alındılar. Bulkalarımız hazır oldu. Görürsünüz nə qəşəng alınıblar. 2 list bulkalarımız alındı. İndi qəşəng bunlar da istədilər. Belə. Alınmadan 1000 dəfə yaxşıdır. Yüp yumuşaq pambıq kimi. Özünüz evdə siz də hazırlayın. Nuş eləyin. İndi xalanı gətirmişəm bura. İndi xalam yeyəcək, dadına baxacaq. Görsün bacısı qızı necə pişirir bə xala. Xala ye. Götərə kəs birini ye gör. Qəşəydir, xoşuma gəlir. Heç sənə qurban olaram elə. Qurban olaram, yəni gör. Çox şirin deyil, qəşəngdir, yaxşıdır. Mürəbbə suyu olmayanda buna bir stəkan şəkər tozu da elə bəs eləyir. Şirin olmayanda elə yoxdur. Hə. Səndə də şəkər var da xala, hə? Şəkərin var səndə? Şəkərim yoxdur. Yox, şəkərin yoxdur, natiqdə var, hə. Yoxdur. Bunun içinə kişmiş də qoymaq olur. Kişmiş də qoya bilərsən. Hə, kişmiş də xoşlayırsan, hə, nə bilim. Kişmiş ağlıma gəlmədi, amma kişmiş də qoymaq olar. Qəşəng olur. İçi bax, belə yumuşaq. Yaxşıdır. Pambıq kimidir. Bunu mən bişirib paylaşmışdım əslində YouTube kanalında. Natiq, xalam oğlu, o görüb xoşuna gəlmişdi. İndi mən bura gəlmişkən dedi ki, bu bulkadan mənim üçün də bişir. Bir də kojik istəyib. İndi görək, vaxt tapıb onu da bişirərdi inşallah. Xoşuma gəldi xala, əsas sənsən. Ağladı, yaxşıdır. Bunlar Nuş olsun. bu boğetin. Çox sağ ol, başıma dönərəm, nuş olsun. Sağ ol, çok sağ ol. Ağladı. Qəşəngdir. Xalam gəlir, xalam, Gülbacı xalam. Allah sənə ömür versin, ay xala, başıma dönərəm. Sağ ol, balam, sağ ol. İndi baxın, xalam bağından yığmışıq buradan qırmızı alçaları. İndi qəşəng saplaqlarından təmizlədik, təmiz yuyub turşu eləyəcəyik, ləvəngi turşusu. İndi quyudan su vurduq. Qəşəng bunları təmiz yuyaq. Burada tutuyorum. Yox, burada tasınsın. Bunu sözləşdirdim. Allah xalalarıma ömür versin. Mən ləvəngi turşusuna pul vermirəm ki. Gəlirəm Lənkərana, Allah xala ömür versin. Xala payımı verir. Oradan Astaraya gedirəm. Zeynəb xala payımı verir. Xalalarım verir ləvəngi turşusunu mənə, almıram. Ulan yedi kalır sana vermesini verdi. Allah sizə ömür versin. Bunun turşusu, əsl turşu da bundan alınır, qəşəng çıxır. Bildim o bunun suyunu boşaldım biraz.
İndi izləyicilər deyəcək ki, xalanı işlədirsiniz. O xalamız eləsin, videomuzda yadigar qalsın da. Ona görə dedik xala özü yusun, xalanı da çəkək. Videoda, kanalımızda yadigar qalsın. Yoxsa kadr arxası özümüz də işləyirik. Alçaları təmiz-təmiz yuduq. Bura təxminən 3 stəkan su əlavə elədik. Qazan dibi yanmasın. Dibi yanmasın deyə. Çünki alça yəni öz sulu meyvədir də, yəni suyunu tez çıxardır. Ona görə çox su tökməyə ehtiyac yoxdur. Dibi yanmasın deyə 3 stəkan su əlavə etdik. İndi qapağını qoyuruq tam yumşalana qədər də. O qədər yumşalsın ki, qapağını qoymuram. Qapağını qoysan daşacaq, hə. O qədər yumşalsın ki, püre halına gəlsin, sonra bunu süzəcəyik. Sonra aşısına töküb süzəcəyik, çıxardacağıq aşısını. Deməli, alçaların yarısını qoyduq qaynamağa. Görürsüz, hələ bir xeyli burada bir vanna da var, hələ qalıb. Yəni etap-etap bişirəcəyik. Bunlar hələ qalıb. Alçalar baxın belə görürsünüz. Bişib qəşəng yumşalandan sonra Qaynardı biraz zor. İstedi. Qəşəng bunu aş süzən altına bir dənə qazan yerləşdiririk. Bunu da əlavə edirik içərisinə. Amma indi qaynardı, bir qədər gözləyəcəyik ki, soysun. Soyuyandan sonra bunu tamamilə qəşəng aş süzəndən keçirdəcəyik. Həlimi və suyu qalacaq qazanda. Biraz soyuyuq. Soyuyandan sonra bunu belə qəşəng aş süzəndən keçirdirik ki, bütün həlimi qazana tökülsün. İndi hələ qaynardı. Ona görə biraz qaşıqla eləyirik. Hava qaralır, ona görə sizə göstərək. Baxla çəkiliş eləyirik. Qaşıqla bir qədər eləyirik. Bir qədər soyduqdan sonra artıq əllə bu bütün hamısı süzgəcdən, yəni aş süzəndən keçiriləcək qazanın içərisində. İçərisində yalnız bunun tumları, bir də yəni bir ovuc tumu, bir də qabıqları qalır da. Hamısı bax belə sona dək qəşəng göstərək sizə, görürsünüz. Həm şirəsi süzülüb, həm də həlimi. Bütün bura hamısı süzüləcək. Vəssalam. Sonra bu alt hissədə, yəni qazana nə olacaqsa, bura yığılan bu həlimi biz qoyacağıq bişməyə. Görürsünüz, dəyərli izləyicilərim, artıq qaynamağa düşüb turşumuz. Bunun deməli bir xeyli suyu azalmalıdır, tam hazır olmalıdır. İndi bir qədər qaynadıqdan sonra duz da əlavə edəcəyik. Və təbii ki, tam hazır olanda da çəkib sizlə paylaşacağım. Bu hələ yığdığımız alçaların bir hissəsidir. Yəni bir hissəsi də o da bir başqa qazanda qaynatmışıq. Belə etap-etap, yarı-yarı bişirəcəyik. Qatlaşır. Tuzunu tökəcəyik. Tuzu gözə yarı tökürsən, Tuzu hər gözə yarı tökürəm. Sonra duzuna baxıram da qaynayandan sonra. Amma tam sulu olanda, baxdım ki, tam sulu olanda duzu əlavə eləmədim. Biraz qatlaşana yaxın tökürsən də duzu. Qatlaşana yaxın duzu tökürəm. Buna duz vurmayanda amma deyirsiniz xarab olur, düzdür, ağarır. Duz vurmayanda demək duzu az olanda da xarab olur. Duzda olmalıdır. Duzu nə qədər çox olsa o qədər yaxşıdır. Qaynadıqdan sonra, biraz qaynayandan sonra yenə duzuna baxaram. Az olsa yenə tökərsən, hə? Yenə tökərəm. Hələ bu qaynayacaq. Hələ tam qatlaşana qədər qaynayacaq. Tam qatlaşacaq. Görürsünüz necə gözəl qaynayır. Amma bunu mütləq ara bir qarışdırmaq lazımdır ki, dibi tutmasın. Gördüyünüz kimi artıq turşu hazırdır. Bir xeyli bişdi, baxın. Soyuyandan sonra görürsünüz qatılığı, baxın bu cür olur. Tam soyuyub. Rəngi də görürsünüz necə gözəldir. İndi biz bunu deməli iri bir teştin içərisinə əlavə eləyəcəyik, xalamın gəlini. Bunu əlavə edəcəyik bir iri teştin içərisinə və günün altında bu alça turşusunu düz 2 gün saxlayacaq. Onda da yəni bir qədər də tərkibində olan belə biraz artıq suyu çəkilir, biraz da qatılaşır. Günün altında 2 gün qalacaq bu. Görürsünüz necə gözəl, həm rəngi çox gözəl alınıb, qatlığı qəşəngdir. Hələ bundan da bir qədər qatı olacaq. Əlavə etdik belə iri teştin içərisinə günün altında saxlayırıq. Nə qədər kalmış? 2-3 gün.
2-3 gün, 2 gündə saxlasaz olar. Yəni günəş də hal-hazırda 2-3 gün belə günəşin altında qalır. Gün ərzində artıq suyu da bir qədər var, o da çəkiləcək. Və gün ərzində bir 4-5 dəfə bunu gedib gəlib qarışdırırsınız ki, yəni hər tərəfi eyni bərabərdə günəşin istisində biraz da yəni bərkisin. Biraz maz kimi deyirsən olur da, biraz da qatlaşmalıdır. Belə ondan sonra götürüb bankalara yığıb saxlayırsınız. Yəni bu turşunu 2 il, 3 il nə qədər istəyirsiniz saxlayın. Yəni qətiyyən xarab olmur. Həm duzu qəşəng vurulub, həm də günəş altında qalır. Çox gözəl bişir və illərlə saxlaya bilərsiniz. Görürsünüz dəyərli izləyicilərim, günün altında qalaraq üzəri görürsünüz artıq demək olar ki bir qədər quruyur. Yəni artıq suyu çəkilir və bunu ara bir yerində sizə göstərirəm. Baxın gün ərzində belə gün altında saxlayaraq belə ara bir qarışdırın. Onda daha da gözəl olur. Hər il xalam bu turşudan mənə verir. O qədər gözəl olur ki, illərlə saxlasaz belə qətiyyən xarab olmur. Bax, belə gedib gəlib qarışdırırsınız və salam. 2 gün, 3 gün belə gün altında qalır. Ara bir gün ərzində qarışdırın 4-5 dəfə. Sonra bankalara yığıb saxlayın qışa. Bu qədər. Videomuzu bəyənib paylaşmağı unutmayın. İnşallah yeni videolarda görüşmək ümidi ilə. Sağ olun, salamat qalın.